Uşaqlar, kanala baxanların hardasa 80% kanala abunə olun. Əgər video baxandan sonra xoşa gəlsə, bir də abunə olmağı unutmayın. Bu gün yumoru ayaqda tutan blogerlərdən biri daha olan Hilal Əlizadənin videolarına baxacağıq. Hilal Əlizadəni əslində mən normalda tanımırdım. Hardasa 1-2 il əvvələ qədər. Bir dəfə Rafişin videosunu görmüş. Söhbət olmuşdu, tam nə söhbət edirəm, ancaq oradan tanıyıram. Bu nədir? Bax sən burada necə istəyirsən? Görələr necə video çəkib bizi güldürə biləcəkmi? Getdik. Nə olub hə? Ne oldu be? Oy zübül. Bakışlar Aralarında bu kadar boy farkı var mı lan? Davadan sonra çaş deyərdim söhbətdir ya. Evə gecik deyir, çaş deyərdim, çaş eləyərdim. Qaşay, qaşay. İdman ilə gəlib üstə çıxar da təzən. Qaqa yazıq kuklanın nəcür hava? Zoom. Kime ne? Uysu bir. BMW, Mercedes, Volkswagen falan filan. Allah dağda kalmasın. Ara bağlayalım. Gaz ver. Özüm iyi bir kıra gaz ver. Allah dağda kalmasın. Rafişin ayaqlar gördünüz arxada. Nə yazıb? 30 plus subay oğlanların söhbəti. Evlenmek lazım diye burada. Allah sən elə vaxt gedir, evlənmək lazımdır. Ha brat 100% lazımdır. Allah sənin balaca qardaşın evləndi də mən biləm. Ha evlendi. 22 yaşında özde. Doğrudan necədir? 22 yaş. Ay yox, evlənmək lazımdır. Nə qədər bu tüfəyli həyat yaşayacağıq? Düz deyir də, o vaxtda kim pul ancaq özümüzə xərcləyəcək. Yəni də. Gör mən xoşdur, brat. Mən də istəyirəm kimsə başımın ətini yesin, stres olsun, heç nəyə vaxt çatdırmayım, dayanmadan deyinsinlər. Bu belə şey istəyirəm, belə yaşayış istəyirəm. Sıçsınlar ağzıma, qayıtımı tutun belə şeylərdən. Sən elə qarnıma bax, yox deyə, qaqaş tasım da uzana gedir. Nə vaxt tökülməyə başlayacaq bu? Nə vaxt keçələşəcəm mən? Urod olmaq istəyirəm. Nə vaxt başımıza ətin yeyəcəkləri? Qardaşlar çox üzr. Nə vaxt həyatımızda paz olacaqları? Əslində istəməzdim amma qulaq yoldaşı oldum. Bilirsiniz dedi, əslində ailə çox gözəl bir şeydir. O ki sən evə gəlirsən, yorğun, arğın, it kimi əsəbi, uşaqlar qaçır sənə, sən necə, sən də onları götürürsən belə, onları bilirsən, mələk hissi gəlir, başa düşürsən. Ondan sonra da sənin bütün əsəbin, yorğunluğun hamısı püf verib uçur. Hələ yoldaşın gəlirsən evə, paltar, tərtəmiz, hər şey, ütülü vəziyyətdə, yeyib içməyə qabağında da onun artıq nə? Alacavanlığın sirri elə xoşbəxt ailədir də. Siz neçə ildir evlisiniz, qardaş? Nə evli? Mən evlənməmişim heç vaxt. Çay için, nuş olsun, soyutmayın. Mixey gətireyim, Mixey. Kimin həyatından danışırsan bəs qardaş, mırtdaş nə var? Yəni bu videoda nə başa düşdük? Evlənməyin uşaqlar. Evlənmək yaxşı şey deyil. Respantov evlat. Ata, mən iPhone 15 ala bilərsən. Ha, yarım. Gözlə bir dənə bu diş pastasını ütülüyüm. Dişimizi fırçalayaq gedək. Ha, sən xətərlərsən bana. Mən bu sayda dişimi bununla fırçalayıram. Yəni, bu şampun su görməkdən köpürlənmir öcü. O yüzü sırasına bax belə. Bu rola həqiqətən çox mükəmməl bürünür bu adam. Həqiqətən bu rola bildiyin yaraşır da yəni. Ay dağlarda gəzən oğlan, abi təzə videodur bu. Dışarıdan bakıp ne güzel hayatım var. Ay dağlarda gezen oğlan. Sigma boys. O zübül. Doğaya açılıb, internetdən uzaq. Gəzən oğlan. Hərdən məni süzən oğlan. O 2022-dən bilən video, xalqın uşağı. 700 balla daxil olur. O bütün aylıq qazancını valideynlərinə verir. O çölü yeməkləri yemir. O çayxanada oturmur, idmanla məşğul olur. Vaxtında yatır. Saat 9-da. Valideynlərimizin həmişə danışdığı, amma heç kimin görmədiyi xalqın uşağı. Xalqın uşağı. Görürsünüz sizi hansı xalqın uşağına qarşılaşdırdılar uşaqlar? Məni biz kimlə qarşılaşdırdılar? Mənim olduğum kətdə 2 bacı vardı bir dənə, mənim sinifimdə idi də. Vəsdə anam onunla qarşılaşdırdılar məni. Onlar oxuyur, sən oxuyamırsan. Onlar 5 ayar, sən alamırsan kimi şeylər. Qız bahalı restorana götürəndə. Aha, ajniyak ayapirma. Nə səviyyəsiz yerdir bura? Nə görə bura məni gətirmisən sən? Başına dəkmisən elə. Qızın zəhləm dedi. Dostların sortu bilinməyən yerdə. Of dənə. Oy zübül. Nə çıxdı onun içində? Bu arada bu ayapirma adı nədir? Zəhləm gedir, ona heç xoşum gəlmir ondan. İndiki uşaqlar. Ayda mama bu xaladenikdə yenə yeməyə heç nə yoxdur. Niyə Kolpasa var qardaşım. Dünəndən aşqara var. Soğus var. Gəl onları qızdırıb özüm yedirdim səni. Fu, aşqara nədir? Soğuz nədir? Sən Allah. Mənə ujası vəbşi. Mənə oradan zakaz edən nagetsdən kartoşka free. Ay malacam mən. Xaladenikdə boşdur. Nazim də gəlib dostum, o da ac deyə. Nazim güya indi gəlir. Nazim elə bizdə qalır da bütün günü. Ev eşiyi yoxdur elə belə uşağında. Neynim? Yaşamayan yoxdur. Xaladeniki görüm nə hazırlayıram. Eşitməyə yoxdur o sözü.
Oy. Az küçüdə oturub dostumuzla yağ çörək yeməmişik. Hadi yox, köhnələr yazmadı işte. Yəni mən də yüzsizdən. Bütün o şalğım demək olar ki, full yüzsizdən keçdi yəni. Yola çıxırdıq, oturduk qaz turbalarının üstündə. Nə bilim video baxırdıq, futbol oynayırdıq. Da nə gəldi elirdi. Bütün etkinliklər var onlardan eləyirdik. Çox maraqlı vaxtlar idi. Qızlar inəyə dönmüsən deyəndə. Aha. Oğlanlara eşək boydasan deyəndə. Oğlanlar ola. Oğlanlar bədənli olmağı, qadınlar isə arıq olmağı üstün tuturlar. Buna görə belədir. Ayrılıqdan sonra görüş. Vanessa? O, Pedro. Sənin üçün necə darıxmışdım biri bilsən. Mən də Vanessa. Elə sevindim səni görməyimə. Mən də səni Pedro. Səndən sonra həyatımda heç kəs olmayıb. Pedro. Səni hələ də sevirəm. Realda. Külbaş var. Nə dedin sən? Elə eşitdiyi, saçın zat da tökülüb. Yaxşı ki ayrılmışam səndən. Özündən xəbərin var Səncan. Skoçlu Şirvana oxşayırsan, Sən deyil, bütün mənə yalvaran ki, gəl barışaq. Kimə lazımsan, sən? O vaxt biraz öyrəşmişdim, indi vapşi yadıma düşmürsən. Bilirsən, mən sənin üçün çox darıxmışdım. Bu sözlərdə qəsdən acığımdan deyirdim. Əslində mən sənə köhnə günlərə qayıtmaq istəyirəm. Sadəcə bilirəm ki, sən buna razı olmayacaqsan. Yo, düzünə qalsa, mən də çox istəyərdim sən qayıdasan. Hər şey əvvəlki kimi olsun. Sevinərsən, adamı oxşamaz. Rədd ol buradan. Bana birini ayrılıbsa ikinci dəfə barışmaq həyatınızda eləyə biləcəyiniz böyük səhvlərdən biridir. Yəni nə vaxtsa bir probleminiz olub ayrılıbsınızsa, yəni təzədən barışıb da o problemi o vaxtda həll edə bilmirsizsə, barışandan sonra da həll edərsiniz. Bacıda başımda. Çor. Əyib döyür ala, yekə kişisən, əlin ayağın da yerindədir. Kör adamdır, görmürsən. Gör kimdən oğurluq eləyirsən. Nəsə, get özünə iş güc tap da la. Qardaş, mən vəbşə də kör deyiləm. Ay yox, onda bu nə vaxt qışda taxmısan? Amma gözləmir də. Elə bildim ki, kör deyilsən, niyə görmüsən cebindən şey çıxardılar. Bərbərə dediyim. Ay usta, sənə zəhmət bir damcı qıraqlana qardarsan. Bir də üstünə əl vurma da elə bil. Üstü qalsın. Arxadan da bir damcı kantovkanı düzəlt, vəsə. Heç nəyə dayı qalan heç nəyə əl vurma. Brat, zəhmət olmasa başımı gününə qoy da. Deyəsən direkt olaraqdan elə başa düşürlər, başa istəyirəm. Abi mən başa düşmürəm. İkinci səfər nə vaxt bilmirəm, bərabər getdim. Üstümün saçından dedim ki, 1 santim azal. Evə gəldim gördüm, qardaş, bu mən deyiləm, başqasıyam mən. Deyirsən, deyirsən. Axırlı ol. Dedim axırlı. Papağıma dəymə. Papağına bax. Dedim papağıma dəymə axırlı ol. Yox. Sən bu qutuya soxuram. Səs küydə burada. Ha, gəldi. Sən kimsən, ya? Xiyar zat görürəm ki, qapının ağzında söyüş-söyürsüz içəri gedir. Söysən nə yeyəcəksən, Özünüz mənə məcbur elədiniz. Uy. Dəhşətdir, dəhşətdir. Burada TV nasıl deyirsən? Sonka. Dəlim Qaqam, of. Biraz sonra deyirlər bodybuilding cüssədə işə yaramır. Görürsünüz uşaqlar, heç davaya girməsinə belə ehtiyac yox. Sadəcə bədənini göstərib vəsyoda dava qurtarır. Salam dostum. Bu gün sənə qeydiyim 3 əsas üstünlüyündən danışacağam. İlkin olaraq Yox, baxmırdım. Baş sağlarım. Bu arada var ha, videonun başında Ceylin deyirmiş. Mən oranın başa düşməmişdim bu arada. Video sonralarda başa düşdüm, söhbət nədən gedir. Mama qurban, başına dönərəm. Dükana çatanda mənə zəng elə, mən sənə deyim nələr alasan. Açmır ha. Abi niyə belə də bilmirəm. Sadəcə dükan yox ha. Zəng elə diyor, zəng elə söndürdü. Saniyəsində daha zəng eləyirsən, açmır. Öbür ki zəng gəldi ha. Çalır. Telefon görürəm. Görürəm ki, risk söndü də. Təzədən yığıram, zəng eləyirəm. Söndürdü. Belə eləyirlər elə bil. siz nə edirsiniz burada? Mama bizi cəzalandırır. Sənin mamon da ağ eləyib ha. Biri yaz verebilir şeyləri var. Müasir insanların inancları. Nəyə inanırsınız? Heç soruşmamışam. Mən məsəl üçün reinkarnasiyaya inanıram da. Deyək, keçmişə aid belə bir tatum da var, bədənimə vurmuşam o pis həyatımdan. Məsəl üçün sən nəyə inanırsan? Yenidən doğulmaqdır. Mən brat bir inancım yoxdur. Mən ateistəm yəni. Allah köhnədə qalsan. 2020-də qalsan. Köhnədə qalsan. Bu nə deməkdir? Allah buna danışdı. Sən nəyə inanırsan bax? Mən təzə inancı olan makaron inanmaq. Makaron? Postafiryan. Postafiryan nədir o? Postafiryan. Mən də spagetti Paşinana inanmırsan. Sən mənim inancım haqqında. Sən mənim inancım haqqında danışırsan.
Bu nə danışıqdır? Siz nə fikirləşirsiniz vəbşə bunları danışanda? Ağzınızdan çıxan qulağınız eşidir, başınız xarab olubsun. Mən oturmaram bu məclisdə. Rədd olma la. Bunlar ümumiyyətlə nə məhzəbə qulluq eləyirlər, xəbərləri yoxdur. Biri deyir, Bu nə yəni ağacı? biri deyir pandeist, o birisi deyir ateist. Biri deyir mən makaronu, makarona inancıram. Biri deyir ki, mən keçmiş həyatımda nə bilim tatuirovka vurub ki, mən ölüb dirilmişəm. Sən nə kimə nə nağıl danışırsan? Amma mən Buna inanırım. bilirəm. Çox sağ ol. Ay zivir. İndiki insanlar 99% ilə buna inanır deyəsən. Hər nəysə uşaqlar, bu video bu qədər idi. Gələcək videolarda hansı bloqeri görmək istəyirsinizsə onu yorumlar qisminə yazmağı unutmayın. Gələcək videoda görüşmək üzrə. Sağ olun.